Deyil. Yəni, istəsə, duelə də çıxa bilərəm ondan. Valla istəyir, çıxaq, problem yox. Deyir, istəsə ondan duelə çıxaram. Yox, bilirsiniz necədir? O bilir ki, mən hər şey oxuyuram. Prosta məndə problem bilirsiniz nədir? Problem yox, söhbətim odur ki, yəni toyda çalışır ki, məsəlcə canlı ifalarda, məsəl bir yerdə oxuyuruq, keçir başqa nota, nə bilim, başqa şeylərə. Bəlkə heç mən onu bilmirəm. Bilirsiniz, yanındakına hörmət eləmək lazımdır. Bəlkə yanındakı səndən zəifdir, laf yüksəkdir. Söz mahnılarını oxumusan, fonoqram mahnılarını oxumusan, mən də canlı ifasıyam. Xeyr, heç kim toyda 6 saat fonoqram oxumur, Ülviyə xanım. Bunu məndən yaxşı bilirsiniz. Mən yarım saatlıqlarda hətta belə, mən gedirəm fonoqram oxuram 3-4 dənə mahnımı. Qalan canlı oxuyuram ki, toy üyəsi görsün ki, məndə canlı da var. Zaten məni toya çağıran bilir mən canlı oxuyuram. Mən Allaha şükür palatka toylarından çıxıb gəlmişəm. Ülviyə xanım,